Hər vaxtınız xeyir olsun uşaqlar. İndi sizinlə 6-cı sinif təbiət dərsliyinin 2-ci hissəsinin mövzusu olan səs necə yaranır mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacaq. Amma dərsi keçid etməzdən qabaq onu nəzərinizə çatdırmaq istərdim ki, bu kimi dərs videolarının davamının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı və bəyənməyi unutmayın. Eyni zamanda fikir və təkliflərinizi də rəy bölməsinə yazaraq mənimlə bölüşə bilərsiniz. Əvvəlcə öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsinə keçməmişdən qabaq, biz burada mövzunun içərisində olan əsas bir sıra məlumatlar var ki, onlara yenidən göz gəzdirək. Bilirik ki, uşaqlar, səs dalğası uzunla dalğadır. Uzunla dalğa nə deməkdir? Sıxlaşmaların və seyrəlləşmələrin bir-birini izləməsi. Diqqət edək, bax bu gördüyümüz hal-hazırda səs dalğasıdır. Səs dalğasında bax bu sıxlaşmadır. Göstərək. Bax bu hissə sıxlaşmadır, digər hissə isə seyrəkləşmədir. Və bunu aşağıda zərrəciklərlə göstərmiş olsaq, bax burada zərrəciklərin sıx yerləşdiyi, yəni sıxlaşma, digər hissə isə seyrəkləşmədir. Sıxlaşma və seyrəkləşmələrin bir-birini izləməsi uzunlu dalğalarda, yəni səs dalğalarında müşahidə olunur. Yeri gəlmişkən səs dalğası uzunlu dalğadır. Eyni zamanda uşaqlar, burada səsin yayılmasının istiqaməti göstərilib ki, bir istiqamətdə, amma zərrəciklərin istiqaməti isə sola və sağa doğru hərəkət edə bilər. Bax, bu haradan əmələ gəlir? Biz bilirik ki, ümumiyyətlə səs dalğası elastik mühitdə formalaşır. Elastik mühitdə zərrəciklər hərəkət edərək sıxlaşma və seyrəkləşmə bir-birini izləyir ki, bunun nəticəsində də səs dalğası yaranmış olur. Bu mövzunun əsas hissələrindən biri bu idi. Öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Burada deyir ki, Azər qonaq otağında oyun oynayarkən anası onu mətbəxə yeməyə çağırır. Azər anasını görməsə də səsini eşidə bilir. Bunu necə izah etmək olar? Yadınıza gəlirsə uşaqlar, biz 5-ci sinifdə sizinlə işıq şüasının yayılması barəsində mövzu keçmişdik və orada müəyyənləşdirmişdik ki, işıq şüası qeyri-şəffaf mühitdən keçə bilmir. Qeyri-şəffaf mühit dedikdə burada da taxta qapını və yaxud da ki, divarı da misal göstərə bilər. Yəni, işıq şüası qeyri-şəffaf mühitdən keçə bilmir. Diqqət edin, anasını görməsə belə səsini eşidir. Demək ki, səs dalğası qeyri-şəffaf mühitdən keçir. Yazaq, səs dalğası qeyri-şəffaf mühitdən keçə bilir. Qeyri-şəffaf mühitdən keçə bilir. Baxın uşaqlar, səs dalğası düzdür, qeyri-şəffaf mühitdən keçə bilir. İndi burada ana oğlunu çağırdığı zaman səs dalğası ananın ağzından çıxır və divara gəlir. Divarda, axı biz bilirik, divar bərk cisimdir. Bərk cisimdə zərrəciklər bir-birinə sıx şəkildə yerləşib və zərrəciklər bir-birinə səs dalğasını ötürür və yenə də divardan keçərək qarşı tərəfə keçmiş olur. Yəni, yenə də deyirik, səs dalğası qeyri-şəffaf mühitdən keçə bilir və bu baxımdan da Azər anasını görməsə də səsini eşidə bilir. Öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Öyrəndiklərinizi yoxlayın hissəsində deyir ki, səs mənbəyinin təkrarlanan hərəkəti necə adlanır? Əlbəttə ki, səs mənbəyinin təkrarlanan hərəkəti, ümumiyyətlə təkrarlanan hərəkət rəqsi hərəkət adlanır uşaqlar. Rəqsi hərəkət. Səsi eşitməyimiz hansı orqanın rəqsi hərəkətinin nəticəsində mümkün olur? Uşaqlar, diqqət edin, eşitməyimiz deyir. Eşitməyimiz deyirsə, əlbəttə ki, qulaq pərdəsinin rəqsi hərəkəti nəticəsində yaranır. Yazaq, qulaq pərdəsi. Üçüncü sual. Qulaqlıqları taxdıqda niyə ətrafdakı səsləri zəif eşitdiyimiz halda qulaqlıqdan gələn səsləri yaxşı eşidirik? Əslində bu artıq aydındır. Təsəvvür edin, siz qulaqlığı taxmısınız və qulaqlığı taxdıqda əlbəttə ki, qıraqdan gələn səsi yaxşı eşidə bilmirsiniz. Səbəb ondan ibarətdir ki, qulaqlıqlar ətrafda rəqsi hərəkət edən hava zərrəciklərin qulaq pərdəsinə çatmasına mane olur. Və qulaqlıqdan gələn səs isə birbaşa qulaq pərdəsindən ötürülür və bu baxımdan da biz qulaqlıqdan gələn səsi eşidirik, amma ətrafdan gələn səs isə bizim qulaq pərdəmizə daxil ola bilmədiyinə görə eşidə bilmirik. Dördüncü sual. Simli musiqi alətləri ilə zərb alətlərində səsin yaranmasının oxşar cəhəti nədir?
Baxın, simli musiqi alətlərində səs yaranır. Niyə görə? Çünki simli alətlərdə simin rəqsi hərəkəti nəticəsində, zərb alətlərdə də zərb alətinin üzərinə axı dəri çəkirlər və həmin o dərinin rəqsi hərəkəti nəticəsində səs dalğası yaranmış olur. Yəni səs yaranmış olur. Hər ikisində oxşar xüsusiyyət ondan ibarətdir ki, simin və dərinin rəqsi hərəkəti. Sonra beşinci sual, şəkildə sıxlaşma və seyrələşməni göstərin. Bir qədər əvvəl bunu izah etmişdim. Sıxlaşma, zərrəciklərin çox olduğu, bax bu hissə sıxlaşmadır. Seyrəkləşmə isə dedikdə, bax bu, zərrəciklərin az olduğu, bax bu seyrəkləşmə. Eyni zamanda bu təkrarlanır. Yenə də bax bu hissə sıxlaşmadır, digər hissə isə seyrəkləşmədir. Yenə də bu hissə sıxlaşma, digər hissə seyrəkləşmə. Ümumilikdə götürsək burada sıxlaşmalar bax bunlardır. Seyrəkləşmələr isə yerdə qalanlar. Yaxşı. Belə uşaqlar, biz bu şəkildə sizinlə öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqları izah etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün hər zaman irəliyə doğru baxın və dərslərinizi çox-çox yaxşı oxuyun uşaqlar. Hələlik.